və qərar qəbul. İndi Orxan, bu məhkəmə nə deməkdir? Miri müəllim, bir dənə söz deyim. Bu məhkəmə bu günləri tutsaqlığı ev tutsaqlığına dəyişdi. Amma bu o demək deyil ki, Arzum cinayətdən azad olub. İndi bu növbəti məhkəmə açın olacaq. Bu iş təzədən araşdırılacaq. Yəni ekspertizalar, bunlar yenidən baxılacaq. Mən izah edeyim də bir dənə. Deməli bu ev dustsalına buraxıldı xanım. Yəni bu o deməkdir ki, artıq ilkin baxışda. İndi onu uşaqları qayıdıb gələ bilər də, buralara məktub verə bilər, notariusdan qayıda bilər. Bəs Arzum ev tutsaqlığıdır. Amma Arzum sabahları çıxıb evindən notariusa gedəndə kimsə onun şəklini çəksə, bu qanuna zidd bir şey deyil. İzah edirəm də, qərarda məhkəmə, niyə görə gecikdi onun çıxmağı? Ona görə ki, o qərarda məhkəmə ona ətraflı izah edir də, yəni hansı qaydalar, hansı hərəkətlər ona olar, hansı hərəkətlər olmaz. Orada müddət qoyur. Tutaq ki, misal üçün 15:00-dan, tutaq ki, misal 15:00 saat 3 gün orta 3-dən axşam saat 9-a kimi yaşadığı evi, yaşadığı ərazini tərk eləyə bilər. Misal üçün o səhər saat 10-da ola bilər. Yəni o hakimin belə deyək də, o fikrindən asılıdır. Hara gedə bilər? Yəni Bakının harası? İstənilən yerə gedə bilər. Sadəcə Bakını tərk etməmək şərti ilə də. Bakıdan çıxmamaq süper. Yəni bunu sabah hardasa kafedə görsələr, çörək yeyən yerdə bunu çəkib paylaşsalar. Onsuz da Tarık bəy, onun ayağında braslet olur da. Yəni var, bəli, qolbaq var, bəli. Braslet olanda, bəli, qolbaq olanda o artıq deyilən müddətdə, məhkəmənin göstərdiyi müddətdə evinə qayıtmasa, onun ayağındakı bu lərzi, yəni səs eləyir, o səs çıxardır və onun icra və probasiya şöbəsindən artıq avtomatik bilirlər ki, bu adam deyilən müddətdən, yəni o Məncə Arzu iş bayra çıxmayacaq, ağıllı adamdır Arzu. Yəni əlbəttə ki, indi ona da çox güman ki, ona sosial şəbəkəni də qadağa qoyublar. Millət efendim, başqa bir şey soruşum.